Salam dəyərli gənclər, xoş gördüyünüzü. Sizinlə mən Faiq Məmmədovdur. Birinci sualımız belədir. 3 kök altı 44 bölünsün, 4 kök altı 99. Baxın, biz bunu yazırıq. 3 vurulsun, kök 4 vur, kök 11 bölünsün, 4 vurulsun, kök 9 vur, kök 11. Kök 11'lər getdi. 4-dən nə çıxır? 2. Kök 4-dən 2 çıxdı. 3 vur 2, 4 vur 3 də budur. Cavab da olacaq 0,5. İkinci suala keçid alırıq. ABC və BAC 3 rəqəmli ədədlərdir. ABC çıx BAC 360 olarsa. ABC-nin açılışı nədir gənclər? 100A üstəgəl 10B üstəgəl C çıxılsın 100B üstəgəl 10A üstəgəl C bərabərdir 360-a. Buradan olacaq 90A üzərinə gəlinsin. C-lər getdilər. Deməli, çıxılsın 90B bərabərdir 360-a. A çıx B nəyə bərabərdir gənclər? 4-ə. Çünki 90-ı mötərizə xaricə çıxarsaq 90 A çıx B 360-dır, A çıx B 4-dür. Necə deyir ki, A plus B-nin ən böyük qiymətini tap. Təbii ki, burada A və B rəqəmlərdir. A-nın ala biləcəyi ən böyük qiymət 9, B-nin ala biləcəyi qiymət 5 olacaq. Çünki 9 çıx 5 4 edir və onların cəmi 14 olacaqdır. Çox rahat, asan bir sualdır. B ədədi 72 ədədindən 6 dəfə kiçikdirsə, deməli B nəyə bərabərdir? 12-yə bərabərdir. Dördüncü sual. Deməli, kvadrat üç ədli nə zaman həmişə müsbət, nə zaman həmişə mənfi qiymət alır? Bunu bilməliyik. Bunu not kimi özünüzə götürə bilərsiniz, gənclər. Deməli, biz bilirik ki, ax kvadrat üstəgəl bx üstəgəl c-nin həmişə müsbət olması üçün A müsbət olub, diskriminant mənfi olmalıdır. Həmişə mənfi olması üçün A da mənfi olmalıdır, diskriminant da mənfi olmalıdır. Bu zaman nə edir? Həmişə müsbət qiymət alır kvadrat üç ədli. Burada isə həmişə mənfi qiymət alır. İndi bizdə A-mız mənfi 1-dir. Deməli, diskriminant da 0-dan kiçik olmalıdır ki, ifadəmiz həmişə mənfi qiymət alsın. Yazırıq. B üstəgəl 4-ün kvadratı çıx 4 vur. A-mız mənfi 1-dir. C-miz mənfi 9-dur. Kiçikdir 0-dan. Və buradan biz yazırıq ki, B üstəgəl 4-ün kvadratı çıx 36 kiçikdir 0-dan. Bunda yazırıq ki, B üstəgəl 4 üstəgəl 6 vurulsun. B üstəgəl 4 çıx 6 kiçikdir 0-dan. Və bu olacaq B üstəgəl 10 vurulsun. B çıx 2 kiçikdir 0-dan. Ədəd oxu çəksək və mənfi 10 ilə müsbət 2-ni qeyd eləsək, bizə bura müsbət, mənfi, müsbət olacaq aralıq. Deməli, cavab olacaq mənfi 10-dan 2-yə. 5-ci sual loqaritmə aid sualdır. LC 81 bölünsün, LC 36 çıx LC 4. Bu bizə verir LC 81 bölünsün, LC 9. LC 81-i də LC 9-un kvadratı yazsam 2 LC 9 bölünsün, LC 9 alınır, LC 9-lar ixtisar, cavab qalır 2. Düzgün cavab olacaq B variantı. 6-cı sual üslü funksiya aid sualdır. 2 üstü x üstəgəl 2 bərabərdir 2 üstü mənfi 4 yazırıq. Əsaslar bərabər olduğundan üstlər də bərabərdir. Buradan x nəyə bərabərdir? Mənfi 6-ya bərabərdir. Düzgün cavab olacaq B variantı. 7-ci sual bərabərsizlik, 2 qat bərabərsizliyə aiddir. Biz bilirik ki, 2 qat bərabərsizləri vurarkən, toplayarkən alt-alta, çıxarkən və bölərkən isə çarpaz şəkildə çıxıb bölürük. Vurma olduğuna görə alt-alta vuracaq. 3-ü 5-ə vuranda 15, kiçik bərabərdir x vur y, kiçik bərabərdir 6 dəfə 7, 42. Deməli, 15, 42 A variantı. 8-ci sual, deməli, ən sevdiyim sual tiplərindən biridir. Trigonometrik tənliklər. Buradan yazırıq ki, sinus x bərabərdir. Kotanyens 17 vurulsun, kotanyens 73. Baxın, kotanyens 73-ün yerinə yazıram tanyens 17. Biz bilirik ki, kotanyens alfa vur tanyens alfa 1-ə bərabərdir. Buradan sinus x bərabər 1. Aha, bu da xüsusi haldır. Sinus x bərabər 1 olanda x bərabərdir. Pi bölü 2 üstə gəlinsin 2 pi k-ya. Yəni, düzgün cavab olacaq D variantı. 9-cu suala baxırıq. Çevrə xaricində verilmiş M nöqtəsindən çevrənin A, B və C, D nöqtələrində kəsən, MB və MD kəsənləri verilmişdir. Lap yaxşı. MC 8-dir, MD 18-dir və A, B 7-dirsə, MA-nı dir tapın. Biz bilirik ki, ümumiyyətcə bir nöqtədən çıxan ki, kəsən xassəsinə görə, deməli,
Kəsənlərin çöldə qalan hissəsi vurulsun ümumi uzunluqları hasili bir-birinə bərabərdir. Yəni hərflərlə göstərsəm, MA vurulsun MB bərabərdir MC vur MD-yə. Aha. Buradan onu yazacağım. X vurulsun X üstəgəl 7 bərabərdir 8 vurulsun 18-ə. Buradan X vur X üstəgəl 7 144-dür gənclər. X deməli nəyə bərabərdir? 9-a bərabərdir. Çünki 9 vur 16-da 144 eləyir. Açıb kvadrat tənlikimdə həll edə bilərsiniz. Mən seçməklə tapdım. Bizdən nə istəyir? MB-ni istəyir. MB olacaq 9 plus 7 16. Yəni düzgün cavab olacaq A variantı. 10-cu sual rahat sualdır. Deməli, trapesiya verilmişdir. Trapesiyanın deməli bərabəryanlı trapesiyadır. 2 2-dir yan tərəfləri. Orta xətti 6-dırsa gənclər, bura 6-dırsa deməli oturacaqlar cəmi 12 olacaq. Deməli perimetrdə bərabər olacaq. 12 üstə gəlinsin 4. Yan tərəflərin cəmi 4 olacaq 16. 11-ci suala keçid alaq. X çıx y bərabərdir 1-ə. X kvadrat üstə gəl 2y bərabərdir 6-ya. Buradan y bərabərdir x çıx 1-ə. Düzdürmü? Gətirib yerinə qoysaq. X kvadratı üstə gəlinsin 2x çıx 1 çıx 6 bərabər 0-a. Buradan x kvadratı üstə gəl 2x çıx 8 bərabər 0. X1 bərabərdir gənclər -4-ə, x2 bərabərdir müsbət 2-yə və y1 bərabərdir -5-ə, y2 bərabərdir 1-ə. Yəni -4, -5 və 2, 1 nöqtələri, yəni daha doğrusu həlləri bu sistemin həllidir. 12-ci sualda isə düzbucaqlı üsbucaqdır. Bərabəryanlı düzbucaqlı üsbucaq verilib. Təbii ki, bərabəryanlı düzbucaqlı üsbucaq verilibsə, burada deməli tərəflər x x-dirsə, hipotenuz x kök 2-dir. Yəni hipotenuz 6 kök 2-dirsə, deməli katetlər 6 6-dır. Bunda sayısı olacaq katetlər hasilinin yarısı. Yəni 6 vur 6 bölü 2 eləyəcək 18. Düzgün cavab olacaq A variantı. 13-cü suala baxırsınız. Bərə 4 saata 20-14 km gedirsə, 6 saata nə qədər yol gedər? Deməli, biz sürəti tapırıq. Sürət nəyə bərabərdir? Yəni 20-4-ü bölürük 4-ə, vururuq nəyə? 6-ya. Bunu təbii ki, tənasüblə də eləmək olardı. 20-4-ü 4-ə bölü neçə eləyəcək? 5-1. 5-1 də vuranda 6 eləyəcək. 30-6. Düzgün cavab olacaq B variantı. 14-cü suala baxırıq. Müstəviyə çəkilən, bu müstəvidir. Mailin uzunluğu, bu maildir. Mailin uzunluğu 20-dir. Onun müstəvi üzərindəki proyeksiyası. Proyeksiyanı tapmaq üçün buradan bir dənə perpendikulyar çəkirəm. Proyeksiyası deyir 10-dur. Proyeksiya nəyi deyilir? Perpendikulyarın oturacağı ilə mailin oturacağı arasındakı məsafəyə proyeksiya deyilir. Deyir, mailin müstəvi ilə əmələ gətirdiyi bucaq. Bu bucağı soruşur. Təbii ki, biz buranın 30 dərəcə olduğunu görürük. Nəyə görə? Düz bucaqlı üç bucaqda katet hipotenuzun yarısına bərabərdirsə, deməli, katetin qarşısındakı bucaq 30 dərəcədir. Yəni 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Və buradan biz bilirik ki, artıq deməli, bura 30 dərəcədir. Bura olacaq 60 dərəcə. 60 dərəcəli bucaq qarşısındakı katetdə nədir? Digər katetin kök 3 mislidir. Bura olacaq 10 kök 3. 15-ci sualda isə deyir ki, Z1 bərabərdir 1 üstəgəl i və Z2 bərabərdir -1 üstəgəl idi. Z1 bölü Z2 ədədinin arqumentin dərəcəsini tapın. Bu suallar artıq qəbul proqramından yığışdırılmışdır. Ona görə bu sualı keçəcəyik. 16-cı suala teoremə aid sualdır. Bu sual bloka düşə bilər. Buraxılışda bu sual tipləri olmayacaq. Yəni teoremənin tətbiqi ilə məsələ həlləri olmayacaq. 17-ci suala baxırsınız. 17-ci sualı deyir, şəkildə verilənlərə əsasən AM paraleldir BK-ya və AC xətti BAM-in bucağının tən bölənidir. Yaxşı, bura tən böləndir, alfa alfadır. Bura 150-dirsə, bura da ümumilikdə 150-dir və hərəsi nə qalacaq? 75, 75 qalacaq. Burada 75 deyim. İndi baxın gənclər, deyir ki, ASK buranı istəyir. Burada deməli, daxili bir tərəf bucaqlar əmələ gəlib, olacaq 105 dərəcə. Maraqlı suallardan biri gənclər 18-ci sualdır. A5 üstəgəlsin A7 bərabərdə 51-2. Yaxşı, A5 üstəgəl A7-in yerinə 2A6 yaza bilərəm. Düzdür, 2A6 bərabərdir 51-A2-yə. Bizə isə A-nin düsturunu verib bu şəkildə. Gəlin baxaq, buradan A6-nı və A2-ni tapaq, aparaq, yerinə qoyaq. Deməli, A6 nəyə bərabərdir? A6 bərabərdir 3 üzərinə gəlinsin, K çıx 2 vur 6
Bəs A 2 nəyə bərabərdir? 3 üstə gəlinsin. K çıx 2 vur 2-yə bərabər olacaq. Gəlin yerinə qoyaq. 2 vurulsun. 3 üstə gəlinsin. 6K çıx 12 bərabərdir. 51 çıxılsın. Deməli, mötərizənin içində yazıram. 3 üstə gəl 2K çıx 4. Yaxşı. Gəlin sadələşdirək. 6K çıx 9 eləyir bu. Olacaq 12K çıx 18 bərabərdir. 51 çıxılsın. 2K plus 1. Buradan 14K bərabərdirmi? 51 üstə gəl 1, 52, 18-ni toplayanda 70. Deməli, K-mız nəyə bərabər oldu? K-mız bərabər oldu 5-ə. Yaxşı. K-mız 5-dirsə, mən buradan nəyi tapmalıyam? Silsilə fərqini tapmalıyam. Baxın, mən A6 ilə A2-ni tapsam, silsilə fərqini rahatlıqla tapacam. Gətirib burada, bax, A6 ilə A2-nin yerinə K-ya 5 versəm, 3 vur 6, 18, 18 üstə gəl 3, 21. Burada isə 4 üstə gəl 3, deməli 5 çıx 2, 3, 3 vur 2, 6, 6 üstə gəl 3, 9. Yaxşı, D-miz də bərabərdir. A6 çıx A2, yəni 21 çıx 9 bölünsün 6 çıx 2. Yəni 12 bölünsün 4. D-miz də 3 oldu. Bizə deyir K üstə gəl D cəmini tap. K üstə gəl D cəmi olacaq 8. Maraqlı suallardan biri də 19-cu sualdır. Kosinus beta çıx sinus beta bölünsün kosinus alfa üstə gəl sinus alfa 3də 1-dir. Baxın, biz bilirik ki, burada gəlin çarpaz vuraq bunları. Çarpaz vurmazdan əvvəl mən istəyirəm hamısını kosisə çevirmək. Sinus beta kosinus alfaya bərabərdir. Bunu bilirik də, çünki cəmi 90 dərəcə olan bucaqlarda. Yəni sinus betanın yerinə yazacağam kosinus alfa, sinus alfanın yerinə yazacağam kosinus beta. Yaza bilərəm gənclər? Təbii ki, yaza bilərəm. Onda olacaq 3 vurulsun kosinus beta çıx kosinus alfa bərabərdir kosinus alfa üstə gəlinsin kosinus beta. Və buradan 3 kosinus beta çıx 3 kosinus alfa bərabərdir kosinus alfa üstə gəlinsin kosinus betaya. Buradan 2 kosinus beta bərabərdir 4 kosinus alfaya. Bizdən A bölü B nisbətini soruşur gənclər. Yaxşı, gətirib yerinə yazsam əgər mən bunları və yaxud da yerinə yazım elə. Baxın, kosinus beta bərabərdir 2 kosinus alfaya. Kosinus beta nəyə bərabərdir buradan uşaqlar? Bitişik katet bölünsün hipotenus. Yəni buna bir x deyirəm. Buna bir x deyirəm. Deməli, yazıram kosinus beta A bölünsün x-dir. Bitişik katetin hipotenuz nisbəti. Bəs kosinus alfa nəyə bərabərdir? Kosinus alfa da bərabərdir. Qarşı, daha doğrusu bitişik katet yenə. Burada da olacaq B bölünsün x. X-lər ixtisar getdi. A bərabərdir 2B-yə. Onda A bölü B olacaq. 2B bölünsün B, yəni 2. Bizim yekun cavabımız olacaq 2. 20-ci suala keçid alırıq gənclər. Oxşarlıq sualıdır. Bu bucaq alfadırsa, buranın da alfa verib. Deməli, zigzag var burada gördüyünüz kimi. Bura betadırsa, avtomatik olaraq bura betadır. Və bura gamma, burada gammadır. Onda görsənir ki, ABC 3 bucağı ilə DC A3 bucağı oxşardır. Deməli, ABC ilə DCA oxşardılar. Və CD 8-dir gənclər. Burası 8-dir. AD 16-dır. AC isə 12-dir. Bizə deyir ki, AB yan tərəfinin uzunluğunu tapın. Soldakı 3 bucaqda betanın qabağında x-dir. Sağda betanın qabağında 8-dir. Solda qammanın qabağında 12, sağda isə qammanın qabağında 16-dır. Buradan 16x bərabərdir 96-ya. X nəyə bərabərdir gənclər? 6-ya bərabər 1. Maraqlı suallardan biri də 21-ci sualdır gənclər. Burada vurubları ayırmadan söhbət gedir. Deməli, 6a üstü 4 b, a kubu b kvadratı çıxılsın a kvadratı b kubu. Bunların hər ikisindən a kvadratı b-in, yəni üçündən də a kvadratı b-ni mötərizə xaricində çıxaracağım. Qalır 6a kvadratı çıx ab çıxılsın a kvadrat çıxıb deyək, qalır b kvadratı. Okey. Yaxşı. Ortadakı görürsünüz kvadrat düzəltlidir. Bunun vurğuları ayırmalıyam. Kvadrat düzəltli biz vurğuları necə ayırırdıq? Birinci hədlə sonuncu hədlərin əmsallarını vurduq bir-birinə. 6-nı -1-ə vuranda -6, orta həddin
Deməli, parçalayanda hədlər hasili -6-nı verməlidir. Yazırıq a kvadratı b vurulsun. 6a kvadratı çıx 3ab üstəgəl 2ab çıx b-nin kvadratı. Və buradan olur a kvadratı b. 6a kvadrat ilə 3ab-dən 3a-nı çıxardırıq. Qalır nə? 2a çıx b üstəgəlsin b vurulsun 2a çıx b. Və bunların hər ikisindən 2a çıx b-ni çıxardanda qalır 2a çıx b vurulsun 3a üstəgəl b vurulsun a kvadratı b. Yəni bu oldu bizim vuruqlara ayrılışımız. İkincinin vuruqlara ayıraq gəlin. İkincinin vuruqlara ayrılışı necə olacaq? İkincinin vuruqlara ayrılışından isə oradan da çıxardıram a b kvadratını yenə. a b kvadratını çıxardanda bu üç ədlidən qalır 10 a kvadratı çıx 3 a b çıx b-nin kvadratı. Yaxşı, bu da bərabərdir gənclər. a b kvadratı birinci ədlə üçüncü əd əmsalı -10-dur hasili. Orta ədlə parçalamalıyam ki, -10 eləsin. Onu da yazıram 10a kvadratı çıx 5ab üstəgəl 2ab çıx b-nin kvadratı. Yaxşı, buradan yazıram ab kvadratı vurulsun 10a kvadrat ilə 5ab-dən 5a-nı çıxardıram gənclər. Yazıram 5a vurulsun 2a çıx b üstəgəlinsin b vurulsun 2a çıx b. Və bunlardan a b kvadratı vurulsun 2a çıx b vur 5a üstəgəl b-ni yazıram bura. İndi buradan gördüyünüz kimi 2a çıx b hər ikisində var. Və ab kvadratı birində ab kvadratı, birində a kvadratı b-dir. Yəni ab hər ikisindədir. Bir də 2a çıx b hər ikisindədir. Yaxşı. B-yə qalır b vurulsun nə? 5a üstəgəl b. A-ya isə qalır a vurulsun 3a üstəgəl b. Bu da olur bizim Euler-Venn diaqramının vasitəsilə yazılışı, vuruqlara ayrılışı. 22-ci sual maraqlı sualdır. Silindr verilib. Silindrin ox kəsiyi təbii ki, bilirik ki, düzbucaqlıdır gənclər. Və ox kəsiyinin sayəsi oturacağın sayəsina bərabərdir. 2RH-da oturacağın ox kəsiyinin sayəsi, oturacağın sayəsi isə pi r kvadratıdır. Deməli, r-in birindən bu getdi, qaldı. Tam səthin sayəsini istəyir. Okey. Pi r kvadratı 2RH-dırsa, buradan h bərabərdir, 2h bərabərdir, pi r qaldı. Yaxşı. Bizə deyir ki, tam səthin sayəsi oturacağın sayəsindən neçə dəfə böyükdür. S tam bərabərdir 2pi r kvadratı üstəgəlinsin 2pi r h. Bəs S oturacaq nədir? S oturacaq da bərabərdir pi r-in kvadratına. Mən h-ın yerinə nə yaza bilərəm? Yaxşı, belə eləyək. H-ın yerinə pi r bölü 2 yaza bilərik və yaxud da r-in yerinə 2h bölü pi də yaza bilərik. Hansı sərf eləyər bizə? Burada axı tam cavab çıxmayacaq. Gəlin baxaq. Silindrin ox kəsiyinin sayəsi oturacağın sayəsinə bərabərdir. Ox kəsiyinin sayəsi 2RH-dır. Bəli, 2RH bərabərdir pi r kvadratına. Yəqin ki, biz burada pi-yə 3 verməliyik. 3 verməsək bu alınmayacaq. Deməli, pi-yə 3 verəndə 6r kvadratı üstəgəlinsin 18r kvadratı bölünsün 3r kvadratı. O deyiləcək 24r kvadratı bölünsün 3r kvadratı. Cavab olacaq 8. Pi-yə 3 verməsək bunu ala bilmirik. Ona görə pi-yə 3 verdim. Deməli, neçə dəfə böyük oldu? 8 dəfə böyük oldu. 23-cü suala baxırıq. Birinci çarxı 2 dəfə fırlatdıqda xallar cəmi 6 olarsa, ikinci çarxda hədiyyələrdən biri qazana bilər. Oyuna başlamış şəxsin ütü qazanması hadisəsinə ehtimala. Birinci çarxın fırladanda, 2 dəfə fırladanda xallar cəmi 3 olması üçün, 6 olması üçün hər iki halda 3 olmalıdır. Birinci halda 3 olması ehtimalı 4-dən 1, ikinci halda da 4-dən 1-dir. Və burada 2 xalın cəmi 6 oldu. İkinci çarxda da ütü düşməsi 6-dan 2-dir. Yəni 3-dən 1-dir. O da eləyəcək 48-də 1.
24-cü sual çox rahat bir sualdır. Fiqurun həcmini istəyir. Burada deməli bir dənə üçbucaqlı prizma, bir dənə düzbucaqlı paralelleped var. İlk öncə paralellepedin həcmini tapırıq. 15 vur 12 vur 10. Bu eləyəcək 15-i 12-yə vuranda 180 1800. Bəs prizmanın sayısı necə olacaq? Prizmanın sayısı da bərabərdir. Oturacağın sayısı vurulsun. Hündürlük kimi baxsaq. Oturacağın sayısı 4 vur 12 bölü 2-dir. Yəni 4 vur 12 bölü 2 vurulsun. Uzunluğu da 15'dir bu. 15. 24 vur 15 eləyir. Bu da eləyir neçə? 240 üstə gəlinsin 120 360. 1800 ilə də 360-ı toplayanda ümumi həcm eləyəcək 2160. 25-ci sual isə çox sadə sualdır. A birləşmə B-dən C-ni çıx deyir və elementlər sayını tap. A birləşmə B bizə verir 1, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bundan da C-ni çıxanda 4-ü çıxırıq, 6-nı çıxırıq, 8-i çıxırıq, 10-u çıxırıq. Qalır deməli 1, 2, 3, 4, 5 dənə element qalır. Deməli, neçə element qaldı? 5 element. Gənclər, rəy və təklifləriniz olarsa şərh bölməsinə yazın. Çalışdığım qədər sizə tez-tez video çəkirəm ki, sizə buraxılış imtahanda az da olsa faydam toxunsun. Sizin şərhləriniz, likelarınız, abunəlikləriniz məni daha da ruhlandırır. Ona görə şərh yazmağa, abunə olmağa, like etməyə ərinməyin, tənbəllik eləməyin. Diqqətinizə görə çox sağ olun.